Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün 20 günə hazır olan sirkədən danışacağım. Normalda bilirsiniz, sirkə istər alma, istər üzüm 3 aya hazır olur. Mənim bu hazırladığım sirkə 20 günə hazır oldu. Bunu necə hazırladım? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? Öz həyətimdən dərmansız üzümləri yığıram. Bəli, üzümün dərmansız olmağı çox önəmlidir. Nə qədər dərmansız olarsa, sirkəmiz də bir o qədər tam faydalı olar. Əgər siz üzümü alıb üzüm sirkəsi etmək istəyirsinizsə, o zaman üzümləri bir 4-5 saat sirkəli suda saxlayın ki, tam faydalı olsun. İstər üzüm sirkəsi, istər alma sirkəsi nə qədər faydalı olduğunu yəqin ki bilirsiniz, çox faydalıdır. Üzümlərin hamısını yığdım və su altında təmiz-təmiz yuyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Üzümləri yudum və dənələyirəm. Üzümlər buradan kal kimi görünür, amma inanın ki, çox dəymiş, çox şirin bir üzümdür. Sadəcə görünüşü belədir. Üzümləri dənələdim və bunları bir dəfə də belə yuyuram, tam təmiz olsun deyə. Və bunları əzirəm. Niyə əzirəm? Çünki sirkə daha tez əmələ gəlsin deyə bunları əzirəm. Mən sirkəni çox istifadə edirəm. Xüsusilə də turşularda daha çox istifadə edirəm. Səhifəmi daimi izləyənlər bilir. Turşu çox hazırladığım üçün sirkədən çox istifadə edirəm. Gördüyünüz kimi üzümlərin hamısını bu formada əzdim və bunları balona əlavə edəcəm. 5 litrlik balon götürmüşəm. İçərisinə ilk öncə 1 yemək qaşığı noxud əlavə edirəm və sonra üzümləri yığıram balona. Noxud da sirkənin tez əmələ gəlməsinə çox kömək edir. Hamısını balona yığdım. Bankanın yarısından oldu əzilmiş üzümlər və içərisinə 2 yemək qaşığı bal əlavə edirəm. Bal da öz məhsulumuzdur, tam təbii. Və bir ədəd analığım var idi, sirkədən götürmüşdüm, saxlamışdım. Bunu da əlavə etdim. Bu da yenə də sirkənin tez əmələ gəlməsinə kömək edir və üzərindən süzülmüş su əlavə edirəm. Bankanın yuxarısından 3 barmaq aşağı saxlayıram ki, 3 barmağa qədər su əlavə edirəm və bunu taxta qaşıqla qarışdırıram. Mən ağzına salfetka qoydum. Siz təmiz çit də qoya bilərsiniz. Mən salfetka qoydum ağzına bu formada və rezinlə bağladım. Üzərinə kağız yapışdırıram, ayın tarixini yazım deyə yadımda qalsın. Normalda düşünmüşdüm ki 3 aya əmələ gələcək, amma daha tez oldu. Ayın tarixini yazdım üzərinə. Bu sirkəmizin ikinci günüdür. Görürsünüz dənləri hamısı yuxarı qalxıb. Bunu taxta qaşıqla qarışdırıram. 15 gün gündə bir dəfə qarışdırıram bunu. Yenə də ağzını bağlayıb kənara qoyuram. Mən bunu mətbəxdə saxladım ta əmələ gələnə qədər. Kimsə deyir mən bunu qaranlıqda saxlayıram. Məncə fərqi yoxdur, ehtiyac yoxdur. Mən bunu mətbəxdə tam hazır olana qədər saxladım. Bu artıq 15-ci gündür. Gördüyünüz kimi dənləri tam dibinə çöküb. Bunu bir dəfə də qarışdırıram və kənara qoyub daha bunu qarışdırmıram. Ta bunun analığı gələnə qədər buna əl vurmuram. Sadəcə ağzını bağlayıb kənara qoyuram.
Artıq gördüyünüz kimi analığı hazırdır. Bu 20-ci gündür. Artıq sirkəmiz hazırdır. Analığını götürürəm ki, yenə sirkə hazırlayanda ona istifadə edəcəm. Və üzümün suyunu da süzürəm. Mən aş süzənin üzərinə çay dəsmalını qoyub bu formada süzdüm. Bilirsiniz, bu il üzüm çox bol oldu. Yəni bunu hər kəs edə bilərdi. Düzdür, hal-hazırda biraz üzüm yoxdur. Amma mən bunu hazırlayanda üzüm daha çox idi. Əgər bunu biz bacarırıqsa, bu bizə faydalıdırsa, bunu niyə etməyək ki? Düzdür, bu hazırladığım sirkə mənə çox azdır. Mən onsuz da alıram. Yəni turşulara çox istifadə etdiyim üçün hər dəfə alıram. Amma belə bacardığım qədər özüm də hazırlayıram. Sirkəmiz artıq hazır oldu. Həm elə süzdüm, həm də süzgəcdən bir dəfə də keçirdim və qablara süzürəm. Bunlar düzdür, indi biraz bulanlıq görünür, amma bu hələ çox durumlanacaq. Bunun da tərkibində olan çöküntü oturacaq dibinə. Mənim bu hazırladığım sirkədən 3 litr yarım sirkə alındı. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Sirkələrimiz artıq hazır oldu. Qapaqlarını bağladım. Gördüyünüz kimi möhtəşəm bir sirkə alındı. Tam təbii, qatqısız sirkə alındı. Hazırlayacaq olan hər kəsə nuş olsun.